Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 10 apreldir. Səhər saat 5-dən Elman yazır ki, yoldayam. Saat 5-dən yazır ki, yoldayam. İndi 5:15-də yazır ki, çatdıram. Mən nə qarım? Mən çatdıramıram ama. Hələ heç giyinməmişəm əlimi, nə arsınız? Ben demiştim Elman bugün bize gelir. Çünkü iki tane tərəvəz sifariş vermiştim. Onu getirmeliydiler. Orada dünən çatdırmayıblar, getirməyiblər. Səbinə yazıblar ki, Səbinə ayın 10'u günü getirəcəyik. Demək ki, nədir? Bu elmancı öz aralarında nə tərsə bölərlər. Bu elmancı ilə olsun. Allah haqqı çatdırıb əynimi geyinəmirəm. Bircə çatdırmışam yuyunmağa. Tak, bu elmancı. Burada balaca işdən rulet gətirmişdim, Malina ruleti. Pişiyib özüm tadına baxmamışam ki, görüm. Hiləsi çoxdur, yoxsa yox. Həmişə elmanla işləyəndə mən səhər dua oxumağı çatdırmıram. Həmişə elman məni tələsdirir. Yenim özümlə onda işə götürəm. O Səbinəcin olsun. Biraz dediğim kimi karıqqa malinalıdır. Ama ziyanı yoxdur. Heç olmaz. Səbinə bağışlayar məni. Belə. İki dənə belə karıqqa düzəltdim. Siz gedim geyinin. Artıq çatıb övrü, çatıb. Mən elə bir pulemyotam. Neyse, belə bir paket düzəltdim. Buna aparar qoyar. Холодильника сразу işte. Bu mənim tortbayım. Ay Allah'ım. Bu da özü de yemək istəsə bir dənə də tort kəsin. Ya deyəcək mədən göynüyür, xoşlamıram. Ya da götürüb yer. Balacadır ama belədir. Tamam, toplayasın. Saat 5:30'du. Elman gəlib. Mən də iş gözləyirdim. Liftimdəki gəlmədi. Hayır, gəldi. Hardasa 5 dəqiqə var gəldiyi. Çıxdım, tez zibili tulladım. İndi də düşürüm aşağı. Görək, bu günə maşın var məndə. Səhər tezdən gəlməsi yaxşıdır. Vəbşə saat 3-ə kimi gəlsə daha yaxşı olardı. Qızlar, saat 5:32-dir. Çöldə soyuqdur. Küləyi bilmirəm, eşidirsiniz yoxsa yox. Mamam da deyir ki, sən kurtkasız çıx. Elman sənə kurtka verəcək. Salam. Bunu dala koy da. Acıklarla sen ne farkın var? Ay, maşınlar üstü donub. Nəyə girdi ki, düz vaxtında çıxdım. Eşit nə deyirəm? Mama deyir, sən kurtkasız çıx, Elman sənə kurtka verəcək. Heç Elman vecinə deyir ki, kurtka hardadır, günün üşüyür. Sen de yay dedi ya sana. Arkadadır ne? Paketli verip ki. Verersen güne de. Elmanın ümidinə qalsa mən indi donmuşdum. Bu günə maşın var səndə? Məndə də. Ya sizdən çıxıb bizə gələr, ya bizdən çıxıb sizə gəlir. Boş yok bir. Canım ya, şəkili var onun, kartın. Yaxşı ötələrdə. Harla olan adı nədir? Atparivati. Səbinə deyir ondan al, nənə güldə var. Deyirəm nənə xıb istəyir. 5 tane de bilsən bilir. Biri ağ
şeydi. Karokası əzizlikdən 2000 aldılar. Birini mən almışam 3000'ə. 4-5 dənə deyildi. Bir dənə kurtkan yaxşıdır. Bu diyor böyle şey materiallar var ya. В основном садоводda zaten atpar içindən girdilər də kurtkalar. Elə şeylər söyləmişdi. Mən dədə baba yəqin ütü alalım. Sonra içində təmiz su tökülür. Hərdən bir də görsən knopkasını basanda oradan şeylər fitilləyir. Sən nədən alırsan? Su qarıyor. Nakif. Ərp. Bu yağma nədirsə təzə deyil mi? Qamızı götürək. Nə düşdük yağma? Davay, пока. Kurtkan götürdüm ki görüm nə kurtkasıdır. Mama nə kurtkası alıb mənə. Necə şeydir. Hələ bir upakovkada zaddadır. Ya deməyim o ki mən bunu açıb çöldə giyinsəydim nə qədər vaxt aparacaqdı. Da kompüter qoşuldusu mən gedim. Bilirsən, primerka eləyək. Belə lök şey oxşuyur. Mama deyir, indi geyinməyə almışam. Direktorumuz gəlmişdi. Yenə nəyəsə qol çəkməliyik. Saxlayıb oradakı. Hamınız qol çəkin. Gözümə gülür. Saçdı da. Gözümə gülürsəz. Değişik ki rahat olaq. Ayağımızı değişik, ayaqqabımızı. Elman benzin vururdu. Dedim pulun yoxsa alıverim. Bir də minliyi uzattım götürmədi. Mən də o getdi benzin var ama mən dedim hara qoyum bu minliyi. Götürdüm sigaret paşkasının içine koydum. Şeye koydum da ama nədir o zərin arxasından koydum. Açdı bir dənə sigaret çəkdi, görmədi onu. Görsə qaytaracaqdı. Yaxşı ki görmədi, amma da yenə görməsə tullayacaq elə upakovkanı. İçində hardasa 5 dənə var idi. Aha. Bunları güzələrəkdir. 5 kimi. Dedi, mən də almışam, burada da alıbdı. Sağa da götürdük. Şeydi. Özünə qarı rəngi alıbdı. Bir də bilmirəm nə rəngi alıbdı. Bu rəngi də mənədir. Sağ olsun. Nəzik də ama. Bir də çoxlu cibləri var. Bu qarşısını sıxmaq üçün. Elə də çox sevmir. Rezin ucu üstündədir. İçindəki ipləri taxdım ki, sıxmasın. Rezin ucu tikilibdir. Şəklini çəkib göndərərəm mamaya. Ama bu kapışmansızdır. Da. Bəs mən çox üşüsəm, orasını bağlayacağım, baxırdım görüm. Bağlayan nətər qalır. Sanki mənim stilim deyil, hə? Küçük burada. Küçük burada.
Tamam, tiraj tuttu. 2 4 cib var. 2 cib burada. Ha, 2 cib burada. 2 cib də burada. Mamam belə durur pastayın. Ona görə belə şey alır. Qara ki belə. Şeşini seçərdim ama gücü də yoxdur ki, şeşini seçim mamaya göndərim, baxsın. Üstündən yemək gəlir, elə benim kutkadan gəlir. Normal, giyinməz var. Baxar giyinməz. Yoxsa verərdim giyinməzlər. Palto falan giyinirlər, o da ki, sinəsi açılır. Dedim bəlkə uşaqları. Gedim bir dənə tez, 6-ya qalıb 7 dəqiqə. Bir dənə tez şeyə baxın, poçta. Görüm, maşın sakitçi doluşdur. Düzdür, çox vaxt yalandan yazırlar. Yenə də. Bugün də adam az gəlsə, elə yaxşı olar, elə yaxşı olar, elə yaxşı olar. Nə oldu, niyə açılmadın sən? Dünən mənə Qosusluqadan, bir də Maxdan analizin cavabları gəldi. Rus dilində yazılmışdı ki, все хорошо. Fəqət analizimin cavabı yaxşıdır. Amma mən yenə də unutdum, dərman almadım. Yenə də unutdum, mən dərman almadım. Yol üstü gedəndə evə mağazaya girdim, elədim. Yol üstü dərman mağazası yox idi, apteka. Bəlkə bugün, dünən çörək aldım. Dedim, bəlkə buradan bugün təndir çörək alım. Elə oradan da apteka girim. Так, график доставки на 10 апреля. Я у твоих ног. Dünən şeydən sonra Xəncəldən sonra sudan yanıram, səhərdən sudan yanıram. Elmanda göstərir ki 8:30-da olacaqdı. Bizdə 1:30-da olacaqdı. Ayrı-ayrı vazitellərdir. Eyni bir maşın deyil, fərqli-fərqli maşınlar olacaqdı. Amma bizdə zakaz azdır. Elmanda çoxdur. Bizdə 701 kilodur, Elmanda 1340 kilodur. Yəqin bizdən ancaq İslamalı çıxdı. Neyse ki AB'de gözləyirəm. Ay, хорошо. Burada dalgı var. Yəqin dünən maşınlar bəzi yerlərə getməyib. Gedim suyumu oxuyum, dualarımı deyim. Çünki Elman həmişə Elmanla işləyəndə çatdırmıram mən. Keçən səfər də gəldim, duamı burada oxudum. 2 litrlik kola qabında su gətirmişdim. İndi kefir butulkasında su gətirmişəm. Həqiqətən də hər dəfə deyirəm, yadımdan çıxır. Mağazaya gedib beləcə butulka alasıyam özümə. Sumkada gəzdirmək üçün. Bilirsiniz nəyə gülməm gəldi? Deməli, Elman benzini vurandan sonra oturdu maşına. Danışır kassirdən, deyir ki, kassir yuxuluydu, yuxudan durğuzdum, deyir, yuxuluydu. Deyir, dedim ki, 1700 rubulluq benzin vur. 3 dəfə deyir, dedim ki, 1700 rubul, 1700 rubul. Amma deyir, kartdan 1500 çıxırdı. Demək ki, yuxuludu, yaxşı eşitməyibdi, fikri başqa yerdə olurdu. Elə ondan sonra da sigareti çıxartdı, amma özü iş görmədi.
pulu. Mən dedim ki, indi görəcək, başlayacaq ki, Allah bunu neynirəm. Həmişəki söhbətlər. Neyse, son kamanı. Çay qoydum tortla içməyə. Kakras elə tortun dadına baxaram. Saat уже почти 6:30'dur. Biraz internette oturduk. 6:28'de 2 dəqiqə qaldı. Neyse. Giyinim xalatımı. Geyim qapını açım. Dünən qapını açsan kimi adam arxasıca qaçırlar. 6:30 oldu. Bunu tez açım. Yazmışam ki, yemək yemisən? Yazıb ki, yox. Yazmışam ki, yemək ye, arqarına siqaret çəkmə, ziyandır. Yazıb ki, apetitim yoxdur. Paketdə yuxarıda balaca kusok var. Yəqin yerə düşürtmüsünüz, mənə vermişsiniz. Yazıb ki, siqaretin bir paçkasını tollamışam, indi ikincini açmışam. Mən də tez səs atdım ki, git götür paçkanın içində 1000 rubl pul var. Yazıb çölə atsaydım necə olardı? İçəridəki zibilliyə atmışam, zibil vedrəsinə. O kadar lazımsız yerə xərcləyirik ki, kimsə tapardı, sevinərdi bəlkə. Elə bir böyük puldur 1000 rubuldur da. Ladna. Əsas odur ki, MRP-dəki zibil vedrəsinə tullayıb. Maşın səsi gəlir. Maşın səsi gəlir. Görəm mal mı gəldi? Yalandan açım baxım. Mənə gəlmədi. Mağazaya gəldi. Hay Allah, maşın səsini də eşidirəm. Başqa vaxt çarlığım tutur. Heç nə eşitmirəm. Elə təzəcə sevinmişdim ki, sən demə mənə gəlməyib maşın. Xaladan iki boşaldım. Çünki sabah kislamaloçka günüdür. Sabaha kislamaloçka gəlməlidir. Deməli saat 10'un yarısıdır. Maşın gəldi. Nə yaxşı. Demək ki, bugün evə tez gedəcəyik. Mən smeni verirəm bugün, amma Elman hələ 2 gün işləyəcək. Deməli saat 1-dur. Yerləri təzə yudum qutardım. Hələ də yaxşıdır. Görüm qapını açım. Görək kim gələr. Hə qızlar, mən artıq çıxdım. Təzə kurtkamı geyindim. İstedi mənə. Düzünü desəm, bez rukavkada üşüyürdüm. Amma indi üşümürüm. Elmana yazıram ki, hardasan, necəsən, nə inirsən, nə iş görürsən, cavab vermir. Quşlara baxın. Banan aldım Elman gözləyənə kimi. 20 dəqiqədir mağaza gəzirəm. Сколько вышел работает? Через 40 минут буду. Ну что я написал? Da, mən kapşonlu istəyirdim. Belə isti saxlayır. Короче, gətirib ki, bırak. Axır ki güzgü tapdım. Öz çəkimi mamaya göndərim.
Özümə fikirləşirəm ki, özümə fikirləşirəm ki, gedim Ləlişə deyim ki, nənə sənə alıbdı. Geyinər, geyinməz. Belə yaxası bura kimi açıq palton geyinir, sinəsi çöldə. Amma belə kurtku geyinməz. Yalanan deyim də görək nə edəcək, nə deyəcək. Qızlar, qonşumuz da general edir. Təbəl girəndə bura doluydu. Sırt cibindən. Hələ bir qavaya daroşkası var idi. Yeri süpürüb qoyub bura. Başda hər şey tullayıbdı. Qalıb bircə kartinkaları. İşdən çıxa-çıxda. Deməli, işdən çıxa-çıxda tez sifariş verdim. Bilirəm ki, bunlar gec gətirir axı, sırası gətirmirlər. Nə qədərdən sonra gətirirlər. Önce sifariş verdim ki, mən evə çatana kimi gətirsinlər. Kruassan zakaz eləmişəm, həriyə 2 dənə. Bir ikisi əzilibdir. Böyle mənim kağız cırılıbdır, töküldü üstüne. Deməli, smetan zakaz elədim. Bunlara sosiska zakaz elədim. 2 dənə belə pendir sifariş elədim. Sonra kalem sipariş elədim. Boş qoysa boş burada koyuyorsun. Niye? Boş не хочешь? Сulu yemek lazım da arada. Я хочу этот. Что? Рассольник. Рассольник? Да. Soğan. Soğanla kartuşka bizim evdə yaman tez tutarır. Hiçbir nəsə bu səfərki xoşuma gəlmir. Hiçbir paketin altı bağlı deyil. Apelsin dənə-dənə tökülüb ora-bura. Kartuşka tökülüb bura. Nə qədər kartuşka. Deməli, qızlar, sabah mənim pomidor biberim gəlməlidir. Pomidor biberdən apetitka bağlayacağım. Ona görə sarımsaq aldım və bu nədir? Petruşka aldım. Petruşka düz 3 dənə sifariş vermişdim. Yəqin qutarıb. Bu da bunların kalbasası. Şöyle paketin içində 3-4 dənə kartuşka qaldı. Şimdi bunları yerləşdirim. Ondan sonra çöldən təzə gəlmişəm. O banansı almışam. Kuş için. Oturum tortla çay içim heç olmasa. А ты пробовала торт? Da. Gətirim bəlkə bu çesnokları henindən təmizləyim. Deməli qızlar, hal-hazırda boş bekaram. Sarımsaqları soyacağım. Çünki Ləlişə dedim, axşama nə bişək, deyir ki, salat eləyək. Uşaqlar da mənlə biridir. Ləliş vəbşə salatı xoşlayır. Bunları da arıqlamağa razıdırlar hər şeyə. Tak что axşama görək də, nə bilim, o indi salatı istəyir, baxaq da görək yüngül nə hazırlaya bilərik. Və sarımsaqları artıq soydum. Soyan kimi elə suya atmışdım. İndi süzdüm. Belə oldu, bu qədər oldu. Pomidor bibərə əgər bugün gətirsələr, zakaz veribdi Səbinə. Bugün gətirsələr, sabah Elman işə gələndə yəqin ki gətirər bizə qoyar. Onu da çəkərəm. Sifarişə görə 2 yaşıq pomidor sifariş vermişəm, 1 yaşıq qırmızı biber sifariş vermişəm, bir də acı biber biraz harca 5-6 kilo. Bu qədər oldu. Düz içində köhnə sarımsaqlar da tapdım. Xadenikdə onları dilədim. Olsun da sarımsaqdır. Belə. Qızlar, bir siz neynədim?
Xəncəlin podlivkasından çox idi. Gətirdim makaron süzdüm, qatışdırdım podlivka ilə. Bu da oldu axşama yemək. Çünki podlivka qalacaq orada, qalacaq axırda ya xarab olacaq, ya tollayacaq. Elə belə o podlivkanı yemək olmur. Mən də makaron süzdüm. Düzdür, güya gün ortalıq süzürdüm, amma nəsə çox oldu, axşama da qalası oldu. Gün orta da uşaqlar yemədi. Çünki niyə? Hərəsi 2-dən kruassan yedi, yatırlar. Hələ də yatırlar. Gecə saat 11-də zətdə duracaqlar, ondan sonra başlayacaqlar yemək yeməyə. Mənim uşaqlarım ancaq gecələr yeyir, gün ortalar yatırlar. Belə. Neysə ki, salat eləmədik, hələ ki kef eləyirik, hələ ki xəmir xörəklər yeyirik, hələ arıqlamaq ancaq könlümüzdən keçir, başqa işlə. Bunları yeyək qutaraq, ondan sonra yavaş-yavaş başlayaq. Birdən-birə olmaz.